Salam, xoş gördük. Mən bu dəfə sizə yerdən su istifadə eləmədən ağac üzərində yarı parazit sayılan bitki haqqında danışacağım. Viscum alvum adlanır, ağ öküz otu, Bellaya amela. Və bu öküz otu bitkisi çox maraqlıdır. Dediyim kimi parazit bitki sayılır. Meyvələri qəşəng görünsə də yapışqan maddədən ibarətdir, zəhərlidir. Ona görə meyvəsini istifadə eləməyin. Meyvəsi qəşəng görünür, həm də biz daha çox onsuz da bu hissələrindən istifadə edirik. Bir də bu həmin ağ öküz otu bitkisinin kiçik-kiçik hissələrə qurudulduqdan sonra doğralmaq lazımdır. İstifadə qaydası da maraqlıdır. Biz hər zaman bitkilərin dəmləmə qaydasında qaynar suda dəmləməni deyirik, amma ağ öküz otunda isə elə deyil. Soyuq dəmləmə üsulu olmalıdır. Yəni soyuq suda saxlayırsınız. Deməli ağ öküz otun dəmləmə qaydası belədir. Soyuq dəmləmə üsulu. Bir xörək qaşığı həmin bu yer üstü hissələrindən götürülür, qurudulur və 300-400 ml soyuq suda saxlanılır. 8-10 saat ağzına kip bağlayaraq sərin quru yerdə saxlaya bilərsiniz. Sonra onun suyunu istifadə edin. Bir də istifadə qaydasında ehtiyatlı olun. Ağ öküz otuna bəzən 200-lü bitkilə deyirlər. Çünki çox normal, az dozadakı təsiri 200-400 ml-ni keçməmək şərti ilə faydalıdır. Amma dozası yüksəyə doğru qalxarsa, dozasının yüksəyə doğru qalxması zəhərli, yəni təhlükəli sayılır. Ağ öküz otu nə üçün istifadə olunur? Hipertoniya zamanı, baş ağrıları, baş gicəllənməsi, ürək ritminin pozulması zamanı, həmçinin sakitləşdirici bitki kimi də elmə məlumdur. Son illərdə isə ağ öküz otudan alınmış ekstraktı məhlulun inyeksiya şəklində onkoloji xəstəliklərdə tətbiqi çox geniş vüsət almışdır. Ağ öküz otu haqqında yenə də elmi araşdırmalar aparılır. Maraqlı mövzular var ağ öküz otu ilə bağlı. Onu qeyd edim ki, dəmləyib mütləq 2-3 həftə istifadə edib, sonra fasilə verin. Yəni zəhərli tərəflərindən sizə yan təsirləri olmasın. Ağ öküz otu haqqında maraqlı bir mövzu da var. Deməli, daha çox Britaniya və Skandinaviyada, yəni Avropada barış rəmzi sayılır. Ağ öküz otunun ağacın altında insanların bir-birinə qucaqlaması barış, sevgi rəmzini nümayiş elətdirir. Və onlar onu edirlər ki, miladdan öncə bütün il boyu belə bir sevgi ilə, xoşbəxt ruhla davam eləsinlər. Ağ öküz otunu həm istifadə edə bilərsiniz, həm də xoşbəxt ruhla davam edə bilərsiniz. Hamınıza sağlamlıq arzulayıram.